Klassizmlə romantizm bir-birindən necə ayrılır? Klassizm şahların, kralların zövq aldığı etik, estetik dəyərlər sistemi idi. Yaradılan əsər insanüstü gücü, nəhəngliyi ifadə etməli idi. Əlçatmaz olan gözəlliyi və gücü. Klassizm hakim zümrələrin estetik zövqlərini, o cümlədən onların qələbələrini öyən bir sənət axını idi. Klassizmin təməli qədim Yunan və Roma mədəniyyətində qoyulmuşdu. 16-cı, 18-ci əsrlərdə özünün şah dövrünü yaşayırdı. Klassizmin atası Renesans, anası isə mütləq monarxiyadır. Klassik sözü latincadakı klassikus, yəni seçim sözündəndir. Məşhur fransız filosofu René Descartes-in mən düşünürəm, deməli varam yanaşması klassizmin intellektual fonunu yaratdı. Klassizmə görə bəşəriyyət və sənət ancaq düşüncə gücü inkişaf edə bilər. Klassizmin əsas elementləri nəciblik, sağlam düşüncə və rasionallıq, harmoniya, aydınlıq, məhdudiyyət, universallıq, idealizm, tarazlıq, mülayimlik, gözəllik və əzəmətdir. Romantizm isə burjuanı, feodal zümrəni hail-mail edən dəyərlər sistemi idi. Əsərdəki insanüstü güc, nəhənglik insanla yarı bölünməli idi. Romantizmin banilərindən sayılan Victor Hugo'nun qəhrəmanları öz xeyirxahlıqlarına və şücaətlərinə görə heç də ilahi qüdrətdən geri qalmırdılar. Onun səfil qavroşu güllələr altında gəzişən güllə batmaz balaca bir tanrı idi sanki. Romantizmin güc qaynağı duyğu, xəyal gücü, təbiətə sevgi, fərdilik, lirizm, mistisizmdir. Umberto Eco Victor Hugo'nun Pafosuna həsr etdiyi Pafosun poeziyası essesində yazır ki, Axillesdən romantizmin başlanğıcına qədər sənətin yaratdığı bütün qəhrəmanlar yaraşıqlı idilər, estetik idilər, gözəlliyi təmsil edirdilər. Romantizm çirkinliyin, eybəcərliyin daxili gözəlliyini sənətin gündəminə gətirdi. Romantizmin şah əsərlərini yaradan Victor Hugo, Qozbel, Quasimodo obrazı ilə eybəcərliyin dünya gözəlini yaratdı. Romantizmlə sənət dünyasında çirkinin daxili gözəlliyi, ədəbi və estetik pasport qazandı. Romantizm cəmiyyətdən gizlədilənlərə göz önündə görünmək hüququ verdi. Bir sözlə, Hugo Gülən Adam əsəri ilə eybəcər gülüşünə görə əzab çəkən Gwynplinin cəhənglərinə qədər dartılan təbəssümünü estetik dəyərə çevirdi. Fəlsəfədə ilk dəfə xəyal gücünü ağlın gücündən üstün tutanlar Russo və Diderot olmuşdu. Romantizm sənət dünyasına daxil olanda modernizmə hamilə idi.